qətrə dilinə şərab deyil. Amma nə verəcək sənə? Başqa bir qulaq var orada. Rəxiqəl məhdum. Gözəl bir qulaq. Oradan var. İbtəla kəlməsini işlədir. İbtəla kəlməsi icazə verir, açım sizə. İbtəla yəni imtihan etdi. İbtəla mənası bətnində bir məna yatır. O da budur, köhnəlmək. Bir parça köhnələndə əsl rəngi üzə çıxır. Bir parça köhnələndə həqiqi materialı nədir, köhnədir, yaxşıdır, safdır, həqiqi. Onun nədir materialı üzə çıxır. Allah ibtəla kəlməsini işlədir imtihan mövzusunda. Yəni, sanki köhnəlmək. Allah sanki demək istəyir, mən səni imtihan eləməklə sənin həqiqi rəngini istəyirəm üzə çıxardım. Sən doğrudan möhkəm insansan, yoxsa möhkəm insan deyilsən. İnsanın bir rəngi varmı, yoxsa neçə dənə rəngi var? Bunları istəyirəm çıxardım üzə. Sıbqatallah, mən əhsənə minəllahı sıbqə. Görüm sənin rəngin ilahı burası. Allah bəzi vaxtlar bizi varla imtihan edir, bəzi vaxtlar bizi yoxla imtihan edir. Bəzi vaxtlar bizi pulla imtihan edir, bəzi vaxtlar kasıblıqla imtihan edir. Dərdi budur ki, kasıb deyir pullunu Allah imtihan edir, pullu deyir kasıb Allah imtihan edir. Allah hamımızı imtihan edir. Kasıbı bir cür imtihan edir, pullunu bir cür imtihan edir. Allah elm verdiği şəxsi bir cür imtihanı verir. Elmli, təvazökar olan, öz bitirmə. Elimsiz insanı da bir cür imtihan edir. Ne cür? Elimsiz insan görəndə ki, bir nəfər alimdir, cəmaat ona hörmət edir, bəzi insanlar razılaşa bilir. Xeyr, ona hörmət edir, mənim yaşım var, falan, pulum, varım, dövlətim. Sənin də imtihanın odur, onun hörmətin qəbul edər. Sağlamı da imtihan edir Allah, xəstəni də imtihan edir Allah. Allahımızdır, hamımızı imtihan edir Allah. Amma sağlam gəlir xəstəyə baxır, deyir Allah bunu niyə iflicələdir, nə böyük imtihan düşür. Ondan böyük imtihanda sənsən, sağlamsan, qədrin bilirsən sağlamlığa. Gözün görür, əlin işləyir, ayağın işləyir. Ne inirsən bu gözlə? Hara baxırsan, harama baxırsan, harama baxmırsan. O bir nəfər səhabilərdən biri, məsumların birinə yaxınlaşdı. Gözləri kördür, görmür, heç görmür. Dedi, istər bir dənə dua ilə gözlərim açılsın. Məsum bir kəlmə dedi, dedi, qərarı ver dua ilə, dedi, buyur. Dedi, gözlərini açsın, hara baxsın, hər baxışın müqabilində bir imtihan. Cavab verməlisən Allahın huzurunda, razısansa açılsın. Dedi, hər baxış imtihan, sorğu sualı var. Dedi, bəli, baxışın imtihanı var, əlbəttə var. Hara baxdın, niyə baxdın? Siz elə bilirsiniz, yalnız Allah yalan danışanlardan qiyamət günü soruşacaq, niyə yalan danışdın? Qurandan ayə deyim sizə. Allah düz danışanlardan sual edəcək, niyə düz danışdın? Özünü kiməsə göstərirdin, yoxsa həqiqətdə düz danışan idin? Sən kim idin? Bir özünü aç görə kimsən? Həqiqətən ixlasın var yoxsa yoxdur?